Sən Allah bir dənə buna baxın. Bu da indi gələn cərmən. Bu hələ mənim göstərdiklərimdir. Bilsən nə qədər doğrudur bu. Allah'a and olsun da bezliyə. Bu nədir? Belə şey olar ha. Amma bu müştərini hardan götürək? Hara boşaldaq? Hardan? Bu müştəri bədbəxtin balasına nə deyək? Hardan gəl otur? Bu bura sifariş verib deyib qabaqda dayananda eləsi başa düşüb gəlir, eləsi başa düşüb gəlmir, atqaz edir. Nağara? Bizim müştəri ilə üzbəyiz qoyursunuz, davadalaş salırsınız. Belə şey olar ha, biabırçılıq deyə Allah'a and olsun ha. Ha bu maşın, bu zibilin, bu nömrə səndə taksi kimi qeydiyyatdadır da. Bunun buraxılış kartı da var, bunun nə bilim vəsiqəsi də var, sertifikatımız da var. Məcbur elədin sertifikat al, belə alıcı işləyəməyəsiniz. Aldıq da bu. Bu aynada bu nömrə qeydiyyatdadır da. Bu ne hiç olmasa bir defa koydulan ki, ora nişan koydulan, bazı yerlerde var. Ora nişan koydulan ki, mindir, düşür, cehennem o süzük gedo aynada. Zırt da zırt cərmə gəlir, zırt da zırt cərmə gəlir. 5 manat qabağa düşmək istəyirsən, nəhlət deyirəm mən. 20 manat zırt buradan cərmə gəlir, 80 manat buradan cərmə gəlir. Bir dənə gedin taksi şoförlərinin balını yoxlayın hələ. Allah'a and olsun, minimum olan 10 balı var. Minimum 10 balı var taksi şoförlərinin. Biabırçılıq deyə Allah'a and olsun, dərdimizi ara deyək kimə deyək ya. Bu nömrə səndə qeydiyyatda var da. Var da bu nömrə səndə qeydiyyatda. Bilirsən ki, taksi kimi xidmət göstərir. Vergisini alırsan, hər şeyini alırsan. Zırta zırtı bezdi ya 6 aydan bir pravamız şeyinə getməkdən. Bağla görə, nə bilim nəyə görə. Can qardaş, can. Allah'a and olsun, həqiqətən bezmişik. Qurana, tək sən deyirsən ya qardaş, bütün hamımız beləyik. Vallahi hamı belədir, həqiqətən də düz deyirsən. Bütün taksi sürücüləri hamısı belədir. Yoxdur da qardaş, yoxdur. Bizə bir şərait yaratmırlar. İstəmirlər da, biz bilmirəm, nə deməksə bu... İnanın mən də başa bilmirəm ki, bu nə deməkdir. Niyə belə eləyirlər? Niyə belə eləyirlər ki, iminli bizə cərimə gəlsin? İminli bizə şərait yaradan yoxdur. Burada bizə şərait yaradan yoxdur. Konkret deyirlər ki, sən cərimələnməlisən. Bilmirəm, müştərini harada? Müştəri ilə 1 kilometr mən gedib müştərini çağıracamsa yanıma və yaxud 1 kilometr, 500 metr. Elə avtobusdan gedər da, elə piyada gedər da. Elə müştəri var ki, 2 kilometr yol gedir. 1 kilometr yol gedir, taksi ilə getmək istəyir. Elə piyada gedər da. Vallahi bezmişik, həqiqətən bezmişik qardaş. Quran and olsun bezmişik. Belə şey olmaz ya, bu haqsızlıqdır. Allah'ın olsun, bu haqsızlığın bir sonu olmalıdır. Yəni belə şey olmaz. Vallahi, baba yığılmışıq bu cərimələrin əlindən.